Tahir Bey salam, necəsiniz? Salam, çox sağ olun. Tahir Bey, kombaynla bağlı sizə bir iki dənə sual vermək istəyirəm. Buyurun. Tahir Bey, kombaynı neçə müddətli istifadə edirsiniz və neçə saatdır? 2 il 840 saat. Kombaynla bağlı yaranmış servis problemlərində servisə müraciət edibsiniz və servisin nəticə geri dönüşü necə olur? Hər bir texnikada olduğu kimi problemlər yaranır. Amma sağ olsunlar, servisə müraciət edirik, hər şeyi lazım olan detalı ilə, lazım olan məsləhətlərlə yanımızda olublar. Tahir Bey, bəs TikTokda paylaşılan bir video deyir ki, kombaynı müştəriyə pulsuz vermişsiniz. Pulsuz kombayn harda var ki? Düzdür, bu kombaynı birinci dəfə mən Azərbaycanda almışam. Çində bunun zavodunda olduğuma görə və birinci kombaynı mən aldığıma görə xüsusi güzəştlərlə almışam. Sonunda sizə belə bir sual vermək istəyirəm. Fermerlərimizə Zomlyon kombaynı, ümumiyyətlə Zomlyon texnikalarını məsləhət görərsinizmi? Vallahi hər kombanyor, hər mexanizator texnikaya görə baxıb almalıdır. Amma bizi hələ ki yarı yolda qoymuyor. Göz qabağındadır biçdiyimiz də zəmilər, alaqlı, göy, yaşıl. Yəni problem yoxdur. Hal-hazırda da işləyirik. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun.